Salam, hər vaxtınız xeyir olsun. Gedirəm, saram, bağçadan götürəm. Dedim, biraz yenə sizinlə söhbət eləyim. Hərdən belə söhbət eləyirəm sizinlə bu kommentlər barəsində. Bundan qabaqki vlogda paylaşmışdım ki, necə Toğanaya gedirik. Bəs orada göstərmişəm ki, kartuşkadır, yumurtadır, belə sosiska, toyuğu soğutma eləyib aparmışıq. Biri yazıb ki, bəs bu nədir? Deyir, Toğanaya gedəndə belə şeylər yeyirlər. Yəni, belə qanun var ki, Toğanaya gedəndə ancaq kebab yemək lazımdır. Biz birinci dəfə deyil Toğanaya gedirik, artıq neçənci dəfədir gedirik, sayını itirmişəm. Gedəndə də belə də olub, özümüzdən də nəsə bişirib aparmışıq. Neçə dəfə də orada olub ki, oturmuşuq, kebab yemişik. İndi mən kebab yeməyimi də çəkməliyəm. Mən onu çəkmirəm. Şəxsən mən çəkmirəm. Çünki onu çəksəm, ona da bir söz eləyəcəklər ki, bəs özünü göstərir ki, bəs mən kebab yeyirəm, getmişəm Toğanada oturmuşam, kebab yeyirəm. İndi bunu da belə paylaşmışam ki, sadə belə kartoşka pişirmişik, ondan bundan pişirib gedib özümüz üçün oturub dincəlirik. Elə hər dəfə gedəndə ora kebab yemək lazımdır. Bunu da bir söz elədilər ki, bəs elədilər deyəndə düzdür, biri yazmışdı, amma bilirəm çox elə düşünübdü. Amma elə burada istədim hamısına belə cəm halında cavab verim ki, yəni o belə bir qanun yoxdur ki, Toğanaya gedəndə ancaq kebab yemək lazımdır orada. Elə də eləyirik. Amma nə qədər olar ki, hər dəfə gedəndə kebab yemək orada. Həm də biz nə bişirib aparmalıyıq ki, badımcan dolması bişirməli idim, yoxsa aş bişirməli idim. Həmişə elə yerlərə gedəndə hamı belə nəsə aparırdı, qarpızdı, yemişdi. Düzdür, biz əvvəldən bilmirdik deyə elə həmin gün səhər durduq ki, bəs gedək. Bir gün qabaqdan bilsəydik, mən başqa uşaqlar üçün nəsə şirniyyat bişirərdim. Duxovkada piraşki həmişə eləyirəm, ora gedəndə elə eləyərdim. Sadəcə belə birdən alındı deyə məndə belə dedik, elə evdə nə var? Toyuq var idi, onu soğutma elədik. Çünki yağlı qızartma orada alınmır. Elə hamısına yaxşı soğutmadır. Uşaqlar yediyi nə yeyir onu elədik ki, kartuşkadır, sosiskadır, yumurtadır, belə şeylər yeyirlər deyə biz də onları eləyib apardıq. İndi onun sözləri özü yazıb ki, incimə, amma sən səviyyəsizsən. Vallahi elə səviyyəsizsən ki, sən o cür tanımadığın bir insana belə bir videosuna nəsə yazırsan. Sən məni tanımırsan, sən bilmirsən. Mən bütün həyatımı çəkib qoymuram ki, bura. Bütün günümü çəkib qoymuram ki, mən hər gün nə edirəm. Sən nə bilirsən, mən hara gedəndə nə yeyirəm, nə edirəm, evdə nə yeyirəm. Özü də bütün videolarıma baxır, çünki yazıbdı ki, bəs indiyənə kimi bir dənə səviyyəli yemək bişirmədin sən. Yəni bilmirəm də. Bax, əgər baxırsansa mənim bütün vloqlarıma, onda xoşun gəlmirsə baxma. Deməli sənə maraqlıdır ki, baxırsan. Maraqlıdırsa bəs niyə belə yazırsan? Necə belə nə bilim belə bədbəxt insanlardılar da. Bilmirlər kimə nə desinlər, ürəklərinin o kinini kimə töysünlər. O da heç nə, heç inanırsınız mənə elə də təsir eləmədi. Sadəcə dedim, yəni siz də biləsiniz ki, belə insanlar var həyatda. Yəni sən tanımadığın bir insana belə bir şey yazırsan, özü yazırsan ki, incimə. Necə incimə? Sən o sözü sən ixtiyarın yoxdur mənə səviyyəsiz deyəsən. Çünki sən mənim həyatımı bilmirsən. Mən necə yaşayıram bu həyatda sən məni bilmirsən. Mən elə 3-4 gündən bir 7 dəqiqəlik həyatımı çəkib qoyuramsa, o demək deyil ki, sən məni tanıyırsan artıq. Ona görə yəni belə insanlar da var, elə özləri səviyyəsizdir, öz səviyyəsizliklərinin adını da başqalarına qoyurlar. Belə istədim sizlə də bölüşüm ki, yəni belə bir şey demişdi, nə bilim indi xanım idi də yəqin ki. Amma heç də düz eləmədi. Tanımadığın insana elə bir şeylər demək düzgün deyil əslində. Və indi də keçək xoş bir anlara. Burada axır ki biz müəllimələrlə getdik, oturduq. Neçə vaxt elə planlaşdırırdıq ki, gedək, danışırdıq, öz qrupumuzdakı gedək. Amma hər dəfə kiminsə işi çıxırdı, nəsə olurdu, qalırdı. Amma bu dəfə artıq planlaşdırdıq, hamımız yığışdıq, getdik. Göygöldə sevimli bağ var. Orada oturduq müəllimələrlə, səhər yeməyinə. Düzdür, mən uşaqları da aparmışdım özümlə. İndi nə qədər dincələ bildimsə, dincəldim. Yenə də müəllimələrlə bir arada hamımız olduq. O xoş oldu mənə. Və sizin üçün də dedim, çəkin, paylaşın belə xoş anlarımızı. İndi yəni bax görürsüz belə anlarımız da var. Gedirik, otururuq. Amma mən bunun hamısını çəkmirəm. Mən öz ailəmlə də hər yerə gedirik biz. Hər yerdə də gəlib otururuq, hər şeydə yeyirik. Amma mən bunu çəkib paylaşmıram axı ki. Çünki o da düzgün deyil. Mən hər şeyi paylaşım ki, hardasa gedim, kebab yedim, hardasa balıq yedim, hardasa nəsə yedim. Düzgün deyil onu paylaşmaq. Ona görə elə
burada. Heç bu indən sonra bəlkə də heç bu harası getməyimi də paylaşmadım. Çünki belə deyirsə ki, niyə bunu bişirdin, niyə onu bişirdin. Nəysə belə siz də inşallah ki bu vloqu sevə-sevə izləyərsiniz. Sağ ol. Gidi. Tamam ne kadar? Yola çıktı salsam. Değil nerede o? Çalışka kahve. Ama çok önemli yaptı. Bu çok kısa iyisi de. O ne şekilde yaptılar? Yürüyor. Bunu götürüm. Axşama göbələyi eləmək istəyirik. Bir də belə ət var. Dolma eləmişdik. Badımcan dolması. Dolmanın içindən qaldı ətindən. İndi onu istəyirik göbələyi duxovkada qoyub belə. İçinə də əti qoyub duxovkada bişirək. Məncə yaxşı olar. Çünki elə belə eləmişəm adi ətlə. Dolmanın için ətindən eləməmişəm, amma dolmanın için əti də dadlı olur da, qəşəng olar. Onu eləmək istəyirik axşama. Bir də burada keks yenə eləyirəm. Saran gedəcəm bağçadan götürməyə. Dedim mən gələnə kimi bunu hazır eləyim. Sara gələndə yesin bundan. Çünki elə tort deyib tort eşidir. Tortda elə belə luboy keksdir, peçenidir, hər şeydir tortdur. İndi belə bir şey hazırladım. Bu qırmızılar da içində çiyələkdir. Çiyələyin bizdə cem eləmişdik biraz, bir banka. Ondan var idi. Elə qatdım içinə ki dadlı olsun. Çünki mürəbbəs suyudur. Mürəbbənin şirəsini qatanda qəşəng olur. Ona görə belə çiyələk də qatdım ki qəşəng olsun.